Allahın səndən razı qalmasını istəyirsənsə, bu məktub sənin üçündür. Sənə görə təşəkkür etmək könlümü xoş edir. Yaxşı işlərin mənə izzət gətirir. Könlüm səndən razıdır. Sənin dilin məni razı salır. Sənin sözlərin yalançı tərif deyil, həqiqətlə qiymətlidir. Dilinin sözləri hətta ən təsirli zəhəri belə təsirsiz hala gətirir. Könlüm səndən razı qalır. Çünki dilin ürəyində olan dəyərli xəzinənin incilərini göstərir və paylayır. Ürəyinin səxavətindən yaranan məhəbbət sikkələri kasıblamış və yoxsul vicdanları doyurur. Boşluq və ümidsizlikdən qaranlığa düşmüş ürəklərdə yenidən mənim nurumu parladır. Nəvaziş dolu qəlbim, xəstə və sevgisizliyin soyuğundan dolmuş ürəklərə mənim məhəbbətimin istiliyini paylayır. Nura boyanmış ağlım, biliksizlikdən kör olan beyinlərə yenidən həyat kəlamını paylayır. Sənin davranışların həyat ağacının toxumlarını təzəcə şumlanmış münbit torpaqlara əkir. Sənin sakit təbəssümün və mərhəmət dolu baxışların həyat suyunu susamış səhraya çevrilmiş qəlblərə daşıyır. Sənin yorğun düşüncələrin özündən çox başqalarını düşünməyin, onların xilası üçün narahat olmağın mənim xoş müjdəmi zəifləmiş və günahın əsarətindən yorulub tükənmiş canlara aparır. Əzizim, sənin hər anın adıma izzət gətirir. Hər gün qarşımda diz çöküb etdiyin dualarda nə qədər şikəst qəlbli insanlar şifa alır, nə qədər ürəklər təsəlli tapır. Yaslı olanlara sevinc, qəmli olanlara ümid, ağlayanlara təbəssüm paylayacaq qədər varlısan. Sənin az olanın çoxlarına çatır. Tanımadığın qəlblər sənin çeşməndən su içir. Sənin nurundan faydalanır. Mənim ağıllı balam, afərin. Sən yaxşı mübarizə apardın, imanı möhkəm saxladın. İndi gəl, sənin üçün ayırdığım yerdə əyləş. Bir gün bu sözləri sənin haqqında səsləndirmək üçün səbirsizlənirəm. Əzizim, imanı möhkəm saxla, ona bağlı qal. Mən tezliklə gəlirəm. Bu dövrə uyğunlaşmayın. Əksinə, düşüncənizin təzələnməsi ilə dəyişin ki, Allahın yaxşı, razı salan və kamil iradəsini ayırd edəsiniz. Allah hikmət və biliyi, şadlığı, razı qaldığı adama verir.